Elə mən burada fürsətdən istifadə edib alimlərdən söhbət düşdü deyə Türkiyədə həbs olunan Əhl-i Sünnə alimi olan Alparslan qardaşımızdan danışmaq istəyirəm. Qardaşlar, Türkiyə müsəlman ölkəsidir. Ən çox məscid olan ölkə kimi hesab olunur. Hər gün orada azan verilir. Biz düşmən deyilik, xüsusilə Türkiyə xalqı ilə. Amma Türkiyə rəhbərliyinin tutduğu yol, görürsünüz, İraqda, Liviyada, Suriyada nələr elədi. Axırıncı da NATO-nun sammitində Türkiyə rəhbərliyinin uşaq qatili Trumpla qol-qola girməyini hamınız şahid olmuşsunuz. Amma o 90 milyondan çox olan Türkiyənin özündə haqqı deyən, xüsusilə körpə Fələstinli uşaqları müdafiə edən, Amerikanın uşaq qatilini tənqid edən, müsəlman, İslam adı ilə dindən danışıb, cümə günü məscidə gedib Quran oxuyan, amma altdan uşaq qatilinə yardım edənlərin iç üzünü açırdı bu adam. Şiə deyil. Nə olsun? Bizim əqidəmiz budur. O müsəlman qardaşımızdır. Alimdir. Gözəl nitqi ilə Azərbaycanda olan bəzi proseslərə də haqq mövqeyini qoymuşdu. Biz də Əhl-i Beytin yolunu gedib bizə deyiblər, nə deyib? Harada məzlum olsun, müdafiə edin. Zülm olunmuş olsun, müdafiə edin. Çıxışları da göz qabağındaydı. Son çıxışları ki vardı, gördünüz, əsasən son çıxışlarında açıq-aşkar dedi. Bugün müsəlman cəmiyyətinin arasında Türkiyə rəhbərliyinin apardığı rol ziyanverici roldur. Fələstin qala-qala bir dəfə bu Məkkə sazişini eləməyənlər getdilər tez Vahabilərlə, Saudiya ilə, əllər verdi, Pakistanla Məkkə sazişi qurdular. Kim üçün? Fələstin üçün, 70 mindən çox öldürülən uşaqlar üçün, körpələr üçün, xeyr. Yəmənə görə. Həmin Əliyalın Yəmənlə ki, Saudiya bacarmır. O da bəzi xocalar kimi, mollalar kimi özünün rahat güzaranını sürüb, mollalığını eləyib, hörmət saqqalla, yadla cəmaatdan pulunu alıb dünyasını dəyişə bilərdi. Amma dinə xəyanət eləmədi. Əhsən, halaldır. Haqqı deyən, dini müdafiə eləyən belə ruhanilərə. Üçüncü həbsidir, mən bildiyimi öyrən. Özə həyat yoldaşı ilə, gördünüz də, xanımını da həbs elədilər. Buna deyərlər, həqiqi haqqı müdafiə eləyən İmam Həsən Əsgər ki, burudur, haqqı deyən o yaxşı alimlərdən. Nəinki cəmaatı azdıran, din cildinə girənlərdən. Allah Taala and verə, Peyğəmbər Əhl-i Beytinə Allah Taala dünyanın hər yerində haqqı deyib həbsə düşən, Azərbaycanda da, Türkiyədə də olan bu qardaşlarımızı tezliklə azad eləsin.